Hörmətli izləyicilərimiz, sualların izahına davam edirik. Qeyd edim ki, bu suallar WhatsApp kanalımıza paylaşmışıq. Siz də bu sualları işləmək üçün, anında düzgün cavabını tapmaq üçün, bilmək üçün bizim WhatsApp kanalımıza keçid edə bilərsiniz. WhatsApp kanallarımızda biz postlarda qeyd etmişik. Klasteri tamamlaya bilən sözlər müəyyən edin. Bu maraqlı sualdır, çətin deyil. Təbii ki, sait səslərinin hamısı eyni olan sözdür. Baxın, burada səsdir. Ümumiyyətlə bizdən səs deyilməsə də, əgər bizdən sait və samit soruşulursa, biz tələffüzünə baxmalıyıq. Burada səs sözünü də yazıblar. Deməli, biz səslərə baxmalıyıq. Gülçülük sözündə elə tələffüzündə də ü olduğu kimi qalır. Yəni bir sözdə yalnız ü var. Biz də bu digərlərində eyni olan, sait səsləri olan sözlər tapmalıyıq. 1. Gülümsəyir. Necə tələffüz olunur? Gülümsüyür. Deməli, burada təkcə ü var. Birdə də ü olduğu üçün yalnız biri götürürük. Ağlayar, ağlayar. Burada ı da oldu. Ona görə bunu götürmürük. Guruldayırdı, gurulduyurdu. Yalnız u'dan ibarətdir. Bunu götürürük. 1-3. Əslin cavabımız Y bəndidir. Qışlayarmış, qışlı, i'ya çevrilir. I da var, a da var. Qışlayarmış. Burada həm I, həm də a olduğu üçün 4'ü də çıxırıq. Cavabımız oldu Y bəndi 1-3.